Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə qışlıq badımcan yeməyi hazırlayacağıq. Burada hazır yuyulub soyulmuş badımcanlarımız, təmiz yuyulub soyulmuş sarımsağımız, 3 dənə balaca acı bibarımız, şirin bibarımız, təmizlənib yuyulmuş. Burada da pomidorumuz, isti suya saldıq, üzərinin qabığını soymuşuq. Burada da hazır yuyulmuş reyhanımız var, dəsmalın üzərinə sərmişik. Böyük bir qazan götürmüşük. Əgər ərzaqlarınız çoxdursa, böyük bir qazanda hazırlayın. İndi başlayaq. Badımcanımızı, bibərimizi, pomidorumuzu doğrayaq. Ocağımızı yandırdıq. Siz istəsəniz qazın üstündə də bişirərsiniz. Yəni mən odun ocağın üstündə bişirirəm. Bax budur belə. Qazanımızı ocağımızın üzərinə qoyduq. İçərisinə duz əlavə edək. Burada məndə 15 kilo badımcan, 6 kilo bibər, 5 kilo pomidor, hardasa 3 baş sarımsaq, yəni böyük belə 3 bütöv baş sarımsaq, 3 dənə acı bibar, duzunu da əlavə edək. O sizin ağız dadınıza baxır. Evdə necə yeməyə duz tökürsünüz, yəni bax belə də pişirdiyiniz badımcana, qışlıq badımcana da elə duz əlavə edirik. Mən əlimlə, yəni duz əlavə edirəm. Təxmini bilmirəm neçə qaşıq duz əlavə etmək olar. Evinizdə necə yemək hazırlayırsınız, elə də duz əlavə edin. Mən qabaqcadan əlavə etmişdim duz. Ocağınızı çox gür yandırmayın. Sərin-sərin pişsə yaxşıdır. Yəni devi yapışmasın deyə. Badımcan, bibar, pomidor, stod, bütün ərzaqlarımız artıq pişdi. Reyhanımızı xırda doğradıq, budur belə. Bir böyük dəstə reyhan əlavə edirəm. Əgər siz sevirsinizsə, 2 dəstə əlavə edə bilərsiniz. Ocağımızın üstündən götürək yeməyimizi, artıq hazırdır. Reyhanı əlavə etdik, sırazı götürmək lazımdır. Bankalarımızı yumuşuq, günün qabağına qoyub bankalarımızı qurutmuşuq. İndi bankalarımıza dolduraq. On dəqiqə, 15 dəqiqə qaynatmaq lazımdır. İstəyirsiniz 5 dəqiqədə qaynada bilərsiniz. Etibarlı olsun deyə 10 dəqiqə, 15 dəqiqə qaynadın. Artıq bankalarımız qaynadı. Bankalarımızı çıxardaq. Bankalarımızı bağladıq. Çox gözəl, möhtəşəm alındı. Qışlıq yeməyimizi hazırladıq. Siz də mənim kimi qışlıq bu cür badımcan yeməyi hazırlayın. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın.